Bugünkü izahım olacaq donurğalı heyvanlarda, yəni balıqlarda, qurbağada, suda qurda yaşayanlar, sürünənlər, quşlar və məməllərin skeleti və onlara aid qeydlər. Gəlin elə başlayaq birinci balıqdan danışaq. Biz bilirik ki, balığın ilk öncə skeletində yaranan hansı sümüklər var? İlk öncə nələr yaranıb? Onlar haqqında qeyd yazın. Deyirəm ki, hərəkətli çənələr, daha sonra cüt üzgəclər, hansı ki tək üzgəclər yaranmışdı neftərçədə, balıqda cüt üzgəclər yaranır. Daha sonra balıqlarda yaranıbdı ümumiyyətlə fəqərə, qabırğalar və kürək sümüyü, qarğa sümüyü. Bu sümüklərin hər biri ilk dəfə yaranıbdı balıqların sinifində. Yəni onurğalılarda ilk dəfə balıqlarda yaranmış olur bu sümüklər. İndi biz bunlardan bilməliyik ki, əsasən balığın onurğası, gövdənin skeleti 38-42 fəqərədən ibarət olur. Fəqərələr növünə görə iki cürdür. Gövdə fəqərələri var və quyruq fəqərələri var. İlk öncə onu qeyd eləyək ki, bizdən bura imtahana sual düşə bilər. İkisində də olan, ikisinin birində olub, digərində olmayan hissələr. Gördüyünüz üzrə bu gövdənin fəqərəsidir, döş hissənin fəqərəsidir demək olar. Bu isə quyruğun fəqərəsidir. Burada görürsünüz, bax bu hissələr yuxarı çıxıntılardır. Yuxarı çıxıntılar həm quyruq fəqərəsində, həm gövdə fəqərəsində var. Sonra yuxarı qövslər deyirik. Yuxarı qövslər indi Dimin kitabında qövsləri bir ədəd götürür. Məsələn, yuxarı çıxıntının bir qövsü var. Yuxarı çıxıntının bir qövsü var bu şəkildə. Amma digər bəzi vəsaitlərdə bir çıxıntının iki qövsü var imiş kimi götürülür. Bir çıxıntının iki qövsü var imiş kimi götürülür. Sonra fəqərənin cismi, bu gördüyünüz ortada olan hissədir. Həm gövdə fəqərəsində, həm quyruq fəqərəsində var. Amma aşağı qövs və aşağı çıxıntı yalnız quyruq fəqərəsində var. Yan çıxıntılar, hansı ki yan çıxıntılara da qabırğalar birləşir. Bax bu hissələr yalnız gövdə fəqərəsində var. İndi deməli dim qəbul edir necə? Dimin qəbul etdiyinə görə bir çıxıntının bərabərdir bir fəqərəsi cismi olur. Cismi deməyək də bir qövsü olur. Dim bunu qəbul edir. O zaman belə çıxır ki, quyruq fəqərəsinin iki aşağı və yuxarı çıxıntısı varsa, deməli quyruğun iki cismi, daha doğrusu iki qövsü var. Amma gövdə fəqərəsinin yalnız yuxarı çıxıntısı var deyə bir qövsü varmış kimi götürür. Amma bəzi başqa ədəbiyyatlarda, başqa testlərdə həll edən zaman dimdən başqa, orada siz görəcəksiniz ki, bu dimin qəbul etdiyidir. İlk öncə bunu dedim. Dimin yox, başqa vəsaitlərin dediyinə görə də bir çıxıntının iki qövsü var. Və bu zamanda siz o testləri işləyən zaman nə edəcəksiniz? Bir çıxıntının iki nəyi var? Dedik, qövsü var. Bu zaman gövdə fəqərəsinin iki qövsü olmuş olur. Çünki bir çıxıntısı var. Quyruğun iki çıxıntısı olduğuna görə 4 qövsü var kimi göstərilir. Bu şəkildə. Siz hər ikisini də yadınızda saxlayın. Amma Dövlət İmtahan Mərkəzinin imtahanlarında bir çıxıntının bir qövsü olur kimi yadda saxlayın. Quyruğun o zaman iki qövsü olacaq. Gövdənin isə bir qövsü olacaq. Daha sonra dedik ki, gövdə fəqərəsinin aşağı yan çıxıntılarına 2 ədəd qabırğa birləşir. Hansı ki, burada bizə sual gəlir. Deyir ki, burada cəmi neçə növ sümük görürük. Biz burada bu fəqərənin sümüklərini görəcəyik. Bir də qabırğanın sümüklərini. Deməli, 2 növ sümük var. Amma say olaraq 2 qabırğa, 1 fəqərə olduğu üçün 3 sümük. Bu bizim balığın qabırğası ilə əlaqəli əsas deyəcəyimiz qeydlər. Sonra məsələ hissəsinə gələsi olsaq, tutaq ki, deyirik ki,
Balığın fəqərələrinin sayı minimumdur, yəni 38-dir. Deyirik 28 dənə qabırğa var. Cəmi nə qədər qabırğa quyruq fəqərəsinə, daha doğrusu nə qədər fəqərə quyruq fəqərəsidir. Deməli, ilk öncə biz bilirik ki, bir gövdə fəqərəsinə 2 qabırğa birləşirsə, 28 cəmi qabırğamız varsa, deməli 14 ədəd nə var imiş? Gövdə fəqərələrimiz var imiş. 38 fəqərədən 14 fəqərəni də buradan biz çıxası olsaq, taparıq 24 ədəddə nə var? Quyruq fəqərəsi var. Hansı ki, DİM test topluda buna aid müxtəlif məsələlərlə tanış olacaqsınız. Bu bizim balığa aid olan qeydlərimiz. Keçək növbəti qeydimiz gəlsin suda quruda yaşayanlarda. Suda quruda yaşayanlar, yəni qurbağada ilk dəfə hansı sümüklər yaranıbdır? İlk öncə yadımızda saxlayaq. Bunlarda borulu sümüklər var. Borulu sümük. Borulu sümüklər varsa hərəkət var. Hərəkət varsa oynaqla birləşmə var. Oynaqla birləşmə. Daha sonra bunlarda döş sümüyü yaranıbdır ilk dəfə. Boyun fəqərələri yaranıbdır. Boyun fəqərələri. Və bunların hər biri suda quruda yaşayanlarda yaranan, ilk dəfə yaranan ara morfozlardır deyə bilərik. Gəlin baxaq görək bunlarda başqa nələr var. Deyirik ki, döş sümüyüdür, kürəkdir, körpücükdür. Hansı ki biz yuxarıda balığın qeyd etməyi unutdum. Döş üzgəclərinin qurşaq hissələri var. Hansı ki bu bir cüt kürək, bir cüt də qarğa sümüyündən ibarətdir və biz də qeyd etmişdik ki, kürək və qarğa sümüyü ilk dəfə balıqlarda yaranıb. Daha sonra burada kürək sümüyü var, amma kürək sümüyü ilk dəfə yaranmayıbdır. Bu hissəni buradan silək. Bunlarda ilk dəfə körpücük sümüyü yaranıbdır. Daha sonra qabırğalar yoxdur, yəni inkişaf etmiş qabırğalar yoxdur. Döş sümüyü qurşaq skeletinə aid götürülür. Və buradan da onu demək istəyirəm ki, qabırğa, daha doğrusu qurbağa ən çox qurşaq sümüyü olan canlılara aiddir. Bunun 2 kürək, 2 körpücük, 2 qarğa və 1 döş sümüyü, cəmi 7 ədəd sümükdən, növ olaraq isə 4 ədəd sümükdən ibarətdir. Bizə sual versələr ki, ən çox sümük müxtəlifliyinə malik olan qurşaq hissəsində canlı haqqında hansı ifadə doğrudur və yaxud da yanlışdır, biz o zaman fikir verməliyik ki, ən çox sümük müxtəlifliyi olan canlı qurbağadır. Sonra bunlarda dedik ki, qabırğalar yaxşı inkişaf etməyib, yəni qabırğa var, lakin yaxşı inkişaf etməyib. Şəkildə də baxsaz görərsiniz, bu hissələr onun qabırğalarıdır, bu döş sümüyüdür. Sadəcə olaraq qabırğalar gəlib döş sümüyünə tam şəkildə birləşmədiyinə görə biz bunlarda deyəcəyik ki, döş qəfəsi yoxdur. Döş qəfəsi yoxdur. Sonra onurğa sütunundan danışası olsaq, bu qurbağanın onurğa sütunu cəmi 10 sümükdən 9 fəqərədən ibarətdir. Bunun biri boyun fəqərəsi, 7-si bel fəqərəsi, döş bel kimi gedir bu, gövdə fəqərəsi kimi, bir ədəd oma fəqərəsi, bir quyruq sümüyündən ibarətdir. Burada bizdən cəmi sümüklərin sayını istəsə, bunların hər birini götürəcək, cəmi 10 sümük. Amma quyruq sümüyü fəqərə sayılmır. Bizdən fəqərə deyildikdə 9 götürməliyik. Ona görə burada diqqətli olmaq lazımdır qurbağada. Sonra keçək növbəti sürünənlər haqqında danışmaq istəyirəm. İlk dəfə deyirik ki, bunlarda döş qəfəsi əmələ gəlib, döş sümüyü gövdə skeletinə aiddir. Və buradan gəlin qeydlərimizə də bir də davam edək. Sizə sual verə bilərlər. Hansı canlıda döş sümüyü yaranıb ilk dəfə? Bunu deyəcək qurbağa. Hansı canlıda ilk dəfə qabırğa yaranıb? Deyəcək balıqda. Hansı canlıda ilk dəfə döş qəfəsi yaranıb? Deyəcəksiniz ki, deməli, sürünənlərdə. Sonra biz burada görürsünüz, qurbağada dedik ki, döş sümüyü ilk dəfə yaranıb. Amma onun döş sümüyü gövdənin skeletinin içərisində yox. Biz döş sümüyünü
qurşaq skeletinə aid etdik. Deməli, bunun döş qəfəsi olmadığına görə döş sümüyü gövdənin yox, qurşaq skeletinə aiddir. Amma kərtənkələdə, yəni sürünənlərdə ilk dəfə döş qəfəsi yarandığına görə olan döş sümüyü gövdənin skeletinə aiddir. Qabırğalar onurğa sütununa birləşir. Döş qabırğaları öndən döş sümüyünə birləşir. Lakin bunlarda qarın qabırğaları da var, amma qarın qabırğaları döş sümüyünə birləşmir. Döş qəfəsi bütün sürünənlərdə yoxdur. Məsələn, tısbağada olmur. Hansı ki, tısbağanın da qabırğası yoxdur, qurbağada olduğu kimidir və buna görə də döş qəfəsi olmur tısbağanın. İlanlarda da döş qəfəsi yoxdur. Niyə yoxdur? Çünki döş sümüyü yoxdur. Eynən balıqda olduğu kimi. Sonra gələk bunların skeletindən nədən danışaq? Sizə belə 2 dənə sürünənin skeletinə bənzər skelet verəcək. İndi mən burada əlimdə olan şəkillərdən istifadə etdim. Şəkili elə formada verir ki, bax bu aşağıdakı şəklə bənzəyir. Biz skeletə baxaraq canlının haqqında fikri doğru yanlışdırı müəyyən etməyə çalışırıq. Bu necə olacaqdır? Biz bilmək lazımdır ki, suda quruda yaşayan canlıların arxasında, arxa ətrafında 5 barmaq, ön ətrafında 4 barmaq olur. Sürünənlərdə isə həm öndə, həm də arxada cəmi 5 ədəd sümük olur. Hər birində ayrı-ayrıqda 5 sümük olur. Məsələn, birinci şəkildə görürsünüz ki, skelet verilib, amma biz bu skeletin hansı canlıya mənsub olduğunu bilmirik. Ön ətraflarında fikir versəz 4 dənə barmaq var sümüklərindən. Deməli, bu canlı suda quruda yaşayandır. Digər canlının skeletinə baxsaz, görərsiniz ki, öndə 5 dənə ətraf var. Deməli, bu sürünənlərin skeletinə aiddir. Yəni, skeletə baxan zaman hansı sinfin nümayəndəsinə bənzəyirsə bənzəsin, bu sizi çaşdıra bilər. Öndəki barmaqlarının sayından müəyyən edə bilərsiniz. Sonra keçək növbəti quşların skeletindən danışaq. İlk öncə burada onu qeyd edim ki, quşların uçmaqla əlaqədar olaraq sümüklərinin içərisi boşdur. Sidik hissəsi yoxdur, reduksiyaya uğrayıb, dişləri yoxdur, reduksiyaya uğrayıb, sağ yumurtalıqları reduksiyaya uğrayıb. Bunların hamısı uçmaqla əlaqədar bədənində yaratdıqları reduksiya edici hissələridir, yəni reduksiyaya uğramış orqanlarıdır. Quşlarda bəzi xüsusiyyətlər var, gəlin onlardan danışaq. Məsələn, döş əzələləri qanadları endirir, körpücük altı əzələlər qanadları qaldırır, bu funksiyanı həyata keçirir. İlk dəfə quşlara xas olan bir sümük pəncə lüləsidir. Pəncə lüləsinin birləşməsindən, belə deyək də, pəncə sümüklərinin birləşməsindən yaranır pəncə lüləsi. Quşların arxa ətrafında baldır hissə yalnız qamış sümüyündən ibarətdir. Onlarda incik sümüyü olmur, hətta o reduksiyada uğrayıbdır. Buradan şəkildən də görə bilərsiniz. Bu onun arxa ətrafıdır. Arxa ətrafın bax bu hissəsi deyirik ki, pəncə lüləsidir. Pəncə lüləsi pəncə sümüklərinin birləşməsindən əmələ gəlir. Bu hissə olacaqdır baldır hissə. Baldır hissə yalnız qamış sümüyü var. İncik olmur. İncik sümüyü quşlarda olmur. Sonra keçək davam eləyək nədən? Deyirik ki, quşlarda ilk dəfə pəncə lüləsi yaranır. Bu sümük yalnız quşlara xas olur, başqa bir sinif üçün xarakteri xüsusiyyət deyil. Sümüklərinin içərisi dedik, boşdur, yüngüldür, uçmaqla əlaqədardır. Sonra döş sümüklərinin üzərində döş tili olur. Gəlin indi bunun skeletində bəzi lazımlı məqamlara toxunaq. Skeletdən imtahana sual gələ bilər. Deməli, burada gördüyünüz, baxın bu sümük olacaqdır qarğa sümüyü. Bura yazaq qarğa. Qarğa sümüyü. Bu öndə gördüyünüz bu sümüklər, burada da qeyd edib körpücük sümüyüdür. Burada gördüyünüz bax bu düz sümük isə kürək sümüyüdür. Burada verilən bu sümük isə bizim döş sümüyümüzdür. Bu öndə böyük bir gördüyünüz hissə var. Hansı ki əzələnin çox hissəsi bura düşür. Bu isə böyük döş əzələsinin olduğu yer döş tilidir. Deməli, biz ilk öncə bilməliyik ki, öndə duran bax bu 2 dənə sümük, körpücük sümükləri öz aralarında birləşərək çəngəl sümüyünü əmələ gətirirlər. Daha sonra bizim qurşaq skeletini, ön ətrafın qurşağını 2 kürək, 2 körpücük, 2 qarğa sümüyü əmələ gətirir. Bunlardan fikir versəz, döş sümüyü bu hissədədir, elə deyilmi?
Lap rəngini fərqli edim. Baxın, döş sümüyü buradadır. Döş sümüyünə yalnız qarğa sümüyü birləşir. Fikir verin. Ancaq körpücük sümükləri və kürək sümüyü döş sümüyünə birləşmir. Yalnız və yalnız qarğa sümüyü döş sümüyünə birləşir. Sonra körpücük sümüyü, daha doğrusu kürək sümüyündən danışası olsaq, kürək sümüyü nə körpücük sümüyünə, nə qarğa sümüyünə, nə döş sümüyünə, heç bir sümüyə birləşmə əmələ gətirmir. Bazuya birləşir, bununla işimiz yoxdur. Sonra gələk nəyə? Körpücük sümükləri dedik öz aralarında birləşərək çəngəl sümüyünə əmələ gətirir. Eyni ilə qarğa sümüyü ilə də birləşirlər, amma döş sümüyü ilə birləşmə əmələ gətirmirlər. Sonra başqa buradan deməli vacib olan hissələrdən yoxdur, elə bu qədər idi. Şəklə diqqət yetirin, hansı sümük hansındır, nə olur, nə olmur, bunları özünüz belə deyim, yadınızda saxlayın. Mən dediyim hissələrin burada yazılı şəkildə var. Sonra gələk bunun ön ətrafı, arxa ətrafı quşların neçə barmaqlıdır. Məsələn, əksəriyyət quşlarda arxa ətraf 4 barmaq, obşi toplayanda 8 barmaq var. Barmaq arxa ətrafda. Ön ətrafda isə hər ətrafında 3, cəmi 6 barmaq var. Obşi toplasaq, bu öndəki olan 6 barmağın 6-sı da qanadın əmələ gəlməsində iştirak etdiyinə görə caynaq yoxdur. Obşi cəmi toplasaq, quşlarda 14 barmaq var. Amma caynaqların sayı isə yalnız arxa ətrafda olan barmaqlarda var, yəni 8 caynaq var. Deməli, quşların 14 barmağı, 8 caynağı var. Ön ətrafda olan barmaqlarında caynaqları olmur. Videolara əgər qeydlər yadınızda qalmadısa, dəfələrlə baxaraq qeyd götürün özünüz üçün. Çünki bu hissələr çox vacibdir. Sonra növbəti keçək, məməlilərin skeletindən danışaq. Məməlilərin deyirik ki, əsas xüsusiyyətləri nələrdir? Qeydlər çıxara biləcəyimiz hissə. Bayaq dedik ki, ən çox qurşaq sümüyünə, müxtəlifliyinə malik olan canlı qurbağa idi. Qurbağada ibarətdir nədən? 2 kürək, 2 körpücük, 2 qarğa, 1 döş sümüyü. Ən az sümük müxtəlifliyi isə itdə olur. İtdə isə yalnız 2 kürək sümüyündən ibarətdir. Sonra balıqlarda var idi. Balıqlarda yazmışdıq 2 kürək, 2 qarğa. Körpücük sümüyü də ilk dəfə qurbağada yarandığı üçün bura aid etmirik. Sonra məsələn balıqlara dedik, sürünənlər və quşlar, bunlarda 2 kürək, 2 körpücük və 2 qarğa sümüyündən ibarətdir. Və buradan da qeydimiz çıxır ki, ən çox qurşaq sümüyünə malik olan canlı haqqında desə, biz qurbağa haqqında götürməliyik fikirləri. Yox, ən az sümük müxtəlifliyi desə, iti götürəcəyik. İtdə yalnız 2 kürək sümüyü olur qurşaq skeletində. İt ən az qurşaq sümüyü müxtəlifliyinə malik olan canlı hesab olunur. Yarasalarda və primatlarda deyirik ki, 2 kürək, 2 körpücük sümüyündən ibarətdir. Hansı ki, insanda da bu şəkildədir. Çünki insan da primatlar dəstəsinə aiddir. Sonra ilk məməlilər var, hansı ki, ördək burun və yexidna. Bunlarda 2 kürək, 2 körpücük, 2 qarğa sümüyünə malikdir. Qarğa sümüyünün olması, qurşaq skeletin bu vəziyyətdə olması onları quşlara bənzədən xüsusiyyətlərindəndir. Bu da bizim bütün onurğalılarda əsas diqqət yetirməli olan hissələrimiz.